Biz hazırda Yekaterinburg şəhərinin məhkəmə tibbi ekspertiza bürosunun həyətindəyik. Bugün burada iyunun 27-sində Rusiya hüquq mühafizə orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində vəhşicəsinə döyülərək öldürülən Azərbaycanlı qardaşlar Ziyəddin və Hüseyn Səfərovun cənazələrinin alınması, təhvil verilməsi prosesinə şahidlik edəcəyik. Belə ki, bugün təxminən yerli vaxtla saat 1 radələrində cənazələrin verilməsi planlaşdırılır. Cənazələrin təhvil alınması ilə bağlı Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu məşğul olur. Baş konsul Şöhrət Mustafayev və konsulluğun baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev və konsulluğun digər əməkdaşları hazırda məhkəmə tibbi ekspertiza bürosuna gəliblər və bildiyiniz kimi burada gördüyünüz kimi daha doğrusu morq yerləşir və Azərbaycanlı həlak olan azərbaycanlıların cənazələri bu morqdadır. Onların üzərində tibbi ekspertiza keçirilib. Ekspertizanın nəticələri hələlik açıqlanmayıb və gözlənilir ki, bugün Hüseyn Səfərov və Ziyəddin Səfərovun cənazələri təhvil veriləcək və Azərbaycana yola salınacaq. Lakin bu hələlik dəqiq məlumat deyil. Yəni bugün salınacaq yoxsa yox, o təxirə də salına bilər. Yəni hər şey məhkəmə tibbi ekspertizanın verdiyi qərardan asılı olacaq. İndi hal-hazırda biz gözləyirik bu prosesin yekunlaşmasını. Qeyd etdiyim kimi, hal-hazırda konsulluğun əməkdaşları, Azərbaycanın Yekaterinburqdakı diasporunun üzvləri hamısı məhkəmə tibbi ekspertiza bürosuna gəliblər və morqdan Azərbaycanlıların, o iki qardaş, Səfərov qardaşlarının cənazələrini almağa və Azərbaycana yola salmağa çalışırlar. Əgər cənazələr bugün təhvil alınsa, onları axşam reysi ilə Yekaterinburq-Bakı aviareysi ilə Azərbaycana yola salacaqlar. Hələlik son məlumatlar bunlardan ibarətdir.